Hörmətli müəllimlər, bugün bura toplanmaqdan məqsədimiz 1990-cı il 19-unda 20-sinə keçən gecə şəhid olan vətən övladlarının xatirəsini yad etdir. Xocən şəhidlərin xatirəsinə bir dəqiqəli şüurla yad edək. Allah rəhmət etsin. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə, tarixə dönür. Zamanın gedişində bir çoxluq tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır. İnsanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca yaradanın, vətənin, millətin yolunda şuurlu sürətlə canlarını fəda edən insanlardır. Bu cür insanlar yüksək əxlaqa malik olmaqla qəlblərində Allaha, vətənə, millətə olduğu üçün sonda Allahın rızasını qazanaraq şəhadət mərtəbəsinə ucalırlar. Allahın insanlara göndərdiyi müqəddəs Quran-ı Kərimdə buyurulur. Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri faydalanırlar. Ancaq siz bunu bilmirsiniz. Şəhidlik ölümlərin ən şərəflisidir. Qanlı 20 yanvar gecəsində qeyrət köynəklərini iki doğumlu qızlarımız imza ataraq müqəddəs şəhidlik zirvəsini fəth etdilər. Şəhidlər olmayan xalq torpaq məhəbbətindən, yurt sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi, bilinmə azadlığı, qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözü qıbıl həyatan içində yaşayır. Bu yazını şəhidlər ölməzdirlər, ölməz ağlamazlar başlığı altında. Yazmazlar, miskilli anamıza, dərdi batımıza, satqaşlı atamıza ağlama deyirəm. Çünki şəhidlər öz qanları zəncirlər qıra-qıra, zülmətləri yaza-yaza, işıqlı sabaha, xoşbəxt gələcəyə yol açaraq ulu Allahın müqəddəslərinə çevrilib, öz ölümlərinə yol açaraq ulu Allahın müqəddəslərinə çevrilib, öz ölümləri ilə ölməzlik qazanmış, cənnətin qapılarını üzlərinə atmış, əbədiyyətə qolmuş bəndələrdir. 1 yanvar gecəsi dağılma qərəfəsində olan seslerini xilaskar ordusu, sülh ordusu, ağır texnika ilə silahlanaraq öz müstəqillik uğrunda mübarizəyə qalxmış. Xalqa divan tutmaq və Bakını susturmaq üçün bəhsizliklər törətdi. Azərbaycanın paytaxtı Bakı şəhəri dəhşətli anlar yaşadı. Evlər gülləbaran edilir, küçələr dağılır, bağlar viranəyə dönür, məsum körpələr atəş səsləri tiksindirir. İgidlər şəhid olur, yaralılar çətinliklə xəstəxanalara daşınırdı. Xalqımız matəmə bürünmüşdü. Ancaq səbirli xalqımız dar ayaqda özünü itirmədi. Bütünlüklə ayağa qalxdı. Günahsız şəhidlərin dəfn gününə milyon yarımadan yığıldı. Qeyrətli Azərbaycan xalqı sülh ordusu qoşunlarında qorxmadan şəhidlərin tabutlarını çiyinlərinə alaraq Davutlu parka doğru axışdılar. Əlləri xalqın qanına batmış. Qoşunun əsgərləri izdiham qarşısında aciz kimi şəhidlər bizim həm miskilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidlər paytaxtımızın Davutlu park kimi tanınan ünvanı özləri boyda möhtəşəm əzəmətli müqəddəs və məzara şəhidlər xiyabanını çevirdilər. Bugün Azərbaycanda yaşayan öz vətənində xalqına bağlı olan hər kəs unutmamalıdır ki, işğal edilmiş Qarabağ torpaqlarımız Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları düşmən taxtağı altındadır. Müstəqil Azərbaycanımız torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımız dar ayağında qalxıb öz torpaqlarını azad edəcək. Müqəddəs şəhidlər ruhları qarşısında öz vicdan borclarını vermək və millətin yaşamaq hüququnu sübut edək. Zəfər marşını çalacaqlar. O günə çox qalmayıb. Torpaq uğrunda ölən varsa vətəndir. Allah bütün şəhidlərə rəhmət etsin. Mən
ölsən deməyin, siz son nəfəsdə daş üstə bir daşlar qoymadı getdi. Çapır bir daş qoyub məzarım üstə deyib bu dünyadan doymadı getdi. Qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Titrəyini bayrağı öz qanlarıyla vətən göylərinə çəkdi şəhidlər. Çıxışın söz məktəbimizin direktoru Vazif müəllimdir. Aziz tədbir açıları, sizin hamınızı bugün bu tədbirdə belə şəhidlərimizi bir anlığa yad etdiyinizə görə yaşlıq. Sizlərə əvvəla minnətdarlıq olmaya da bildirəm ki, bu minnətdarlıq demək olmaz, bu hamının borcudur. Ona görə də sizlərin və bizlərin bu günləri, bu şəhidlər gününü bir anlığa qeyd etmək, onları qəlbimizdə yaşatmaq üçün 24 il bundan qabaq mənfur düşmənlərimizin bizə qarşı elədiyi faciəni 24 ildir ki, biz qəlbimizdə, ürəyimizdə bir daha hər il bugün xatirə kimi onların əbədiyyata qoşulmağını qeyd etmək üçün yarışırıq və biz bundan sonra hər birimizin qəlbində o şəhidlərimizin xatirəsi, nə qədər ki Allah Taala'nın bizə verdiyi ömür var, bizlər və sizlər hər il bugün, yəni bu ayrıca gün kimi onu xatırlayacaq, onlara Allah rəhmət eləsin deyəcək. Sizlər bundan məndən qabaq aparıcının və məndən sonra çıxış edən tarix müəllimləri və yoldaşlar da tarixi hadisələr haqqında, yəni gedişi hadisənin baş verməsi haqqında öz fikirlərini deyirlər və deyəcəklər. Mən sizlərə nəyi demək istəyirəm? Bunu demək istəyirəm ki, bu günü nə qədər nəfəsiz gəlib gedir, bu günü heç vaxt unutmuyor. Ona görə ki, bu günün özlərini vətən yolunda, torpaq yolunda şəhid verən o insanlarımızın hesabına bu günləri bizim Azərbaycanımız yüksəlir, bayrağı daha da yüksəklərdə özünü dalğalandırır və dünyanın hər yerində inkişaf edən Azərbaycan bir dövləti kimi yüksəklərə doğru gedir. Bu şəhidlərimizin öz torpaqlarının bütövlüyünü bütün dünyaya bildirməyi hesabınadır. Bayalar deyildi, bəli, o vətən, o torpaq, onun şəhidi varsa, torpaq olunda, vətən olunda özünü qurban verənləri varsa, o dövlət kimi həmişə yüksələcək, bir xalq kimi dövlətlər içərisində, xalqlar içərisində silsədir. Sizləri bugün adlarını sizlərin bizlərə, dövlətimizə, xalqımıza baş verən bu faciədə bu ağırları qəlbimizdən keçirməyi və onu əbədiyyatda qədər biz yadımızda saxlamağı və onlara Allah, o şəhidlərimizə Allah rəhmət eləsin deməyi arzulayıram ki, dövlətimiz o şəkildə, yəni onları ucalığı ilə bərqərar oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Onlara heç vaxt unutmayın. Unutmayacaqlar. Hara baxım hər yan qara ilahə, dərd əlimdən hara qaçım ilahi. Qalmaz yerdə anaların bu ahı, ağlama şəhid anası, ağlama. Qara bulut ellərimiz çıxanda, güllə mərmi başımıza çaxanda, haqqımızı haqsızlıqlar bağanda, nərə çəkib şirə döndü şəhidlər. Çıxış üçün söz məktəbimizin dərslikdə müdürü Eldar müəllimimiz. Əziz uşaqlar, hörmətli müəllimlər, nə qədər ağır olsa da, nə qədər çətin olsa da, 20 yanvar hadisəsi xalqımızın, Azərbaycanımızın ən şanlı səhifələrindən biri kimi tariximizə daxil olubdur. Necə oldu ki, 20 yanvar hadisəsi baş verdi? Mən qısaca olaraq
bu hadisənin mahiyyətini, məzmununu sizlərə çatdıracağam. Bəli, 87-ci ildə keçmiş istiyari məkanında başlanan yenidən qurma, bütövlükdə imperiya daxilində hər tərəfli, əsas isə siyasi böhranı dərinləşdirdi. Belə bir tarixi şəraitdə imperiyanın uzun illər boyu müstəmləkə əsarəti altında olan respublikalarda xalq hərəkatı başlandı. Azərbaycanda isə bu hərəkat özünün mütəşəkkilliyi ilə, daha böyük ardıcıllığı ilə fərqləndi. İmperiya isə təbiidir ki, ömrünü uzatmağa çalışırdı. Yerlərdə, respublikalarda başlanmış xalq hərəkatını, etirazlarını, mitinglərini hər hansı yolla dağıtmağa çalışırdılar, səy göstərirdilər. Bəli, belə bir tarixi şəraitdə Azərbaycanda yüksəlməkdə olan xalq hərəkatını boğmaq üçün, Azərbaycanı yenə də imperiyanın əsarəti altında saxlamaq üçün imperiya silaha əl atdı. Bəli, mən qısaca olaraq deyirəm, geçmiş əski Sovetlər imperiyası uzun 70 illik tarixi bir dövrdə şuurumuza yeridilmiş əzəmətli, vüqarlı Sovet ordusu kimi tanıdığımız və hətta gözəl Bakımızda meydan açdığımız, abidə qoymağa hazırlaşdığımız 11-ci Qızıl Ordu üçün meydan açdığımız şəhərimizə 1990-cı ilin yanvarın 19-undan 20-sinə keçən gecə şəhərimizə daxil oldu həmin ordu və silahsız dinc əhaliyə qarşı amansız hərəkətlər törətməyə başladılar. Qarşılarına nə keçirdisə, bu amansız ordu heç nəyin fərqinə varmadan əzib keçirdi. Məhz həmin günlərdə Azərbaycan xalqı özünün igid cəsur 131 oğul və qızını itirdi. Yəni, həmin hadisələr dövründə 131 nəfər öldürüldü, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. Yəni, heç bilinmədi ki, o 4 nəfər hara yox olubdu və eyni zamanda həmin günlərdə 400 nəfər həbs olundu. Bəli, Azərbaycan xalqı o müthiş, çox, belə deyək ki, anlatılmaz dərəcədə vəhşiliklər törətmiş ordunun bütün vəhşiliklərinə baxmayaraq, zalimliklərine baxmayaraq, o dövrü yaşadı, o günü yaşadı, lakin əyilmədi, sınmadı. 20 yanvar hadisəsi, 20 yanvar günü xalq öz əzəmətini bir daha o Sovet ordusuna, Sovet imperiyasına və onun rəhbərliyinə bildirdi və onlar özləri də dərk etdilər ki, bu xalqı heç bir zaman əymək mümkün deyil, əzmək mümkün deyil. Bəli, elə 20-sindən başlayaraq Azərbaycan xalqı şəhidlərin 40'ı çıxana qədər meydanlardan əl çəkmədi. 40 gün tətil elan olundu, miting elan olundu. Bu xalqın dönməzliyi idi, bu xalqın mübarizliyi idi, bu xalqın sarsılmazlığı idi. Bəli, məhz bu mübarizənin nəticəsi idi ki, xalqımız nəhayət 1991-ci ilin oktyabrın 18-də özünün müstəqilliyinə qovuşdu. Müstəqilliyimizin əldə edilməsiyle uğrunda canlarını qurban vermiş yanvar şəhidlərinin, 20 yanvar şəhidlərinin ruhu şad oldu. Bəli, lakin mənfur düşmən heç də 20 yanvarla Azərbaycandan əl çəkmək istəmirdilər. Bu xalqdan əl çəkmək istəmirdilər. Məhz azadlığımızın yolunda ən böyük maneələrdən biri olan Qarabağ müharibəsini törətdilər və Qarabağ müharibəsi nəticəsində xalqımız, dövlətimiz öz torpaqlarının 20%'ni də itirmiş oldu. Biz Qarabağ uğrunda mübarizədə də yüzlərlə oğul və qızımızı qurban verdik. Lakin bu yolla da imperiya, erməni düşmənimiz olan erməninin arxasında duran Rusiya kimi dövlət
Azərbaycanı əyə bilmədi, Azərbaycanı sındıra bilmədi, Azərbaycanı təslim edə bilmədi. Azərbaycan xalqı öz vüqarını, öz qüdrətini, gücünü bir daha göstərdi. Bugün, bəli, qüdrətli Azərbaycan dövləti var. Məsələ, Azərbaycan xalqının mərdliyinin, mübarizliyinin nəticəsidir ki, bugün Cənubi Qafqazda öz sözünü deyən, bütün dünyada özünü təsdiq etdirən bir dövlət Azərbaycan dövləti var. Mən bir daha 20 yanvar şəhidlərinin və Qarabağımdan başladı canlarını qurban vermiş şəhidlərimizə Ulu Allahdan, Uca Tanrıdan rəhmət diləyirəm, ruhlarının şad olmasını istəyirəm. Bəli, 20 yanvar şəhidlərinin amalları özünü doğrultdu. Biz qüdrətli, sarsılmaz, dönməz, müstəqil Azərbaycan dövlətini yaratmaqla onların tökülmüş qanlarının havayı yerə getmədiyini təsdiq etdik. İnşallah bu Azərbaycan xalqı Qarabağ döyüşündə də, savaşında da qalib gələcək, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək və o zaman Qarabağ şəhidlərimizin də ruhu şad olacaq. Və mən deyirəm, vətən sağ olsun, Azərbaycan xalqı sağ olsun. Bəli, deyildiyi kimi, dəfələrlə deyildiyi kimi, torpaq uğrunda ölən varsa vətəndir. Azərbaycan xalqı istənilən var, istənilən an öz torpağı uğrunda canlarını qurban verən oğullar yetişdirir. Elə təsadüfi deyir ki, elə mübariz İbrahimov kimi oğlu olan Azərbaycan heç bir zaman əyilməz, heç bir zaman sarsılmaz, heç bir zaman sınmaz. Ona görə ki, onun mübariz kimi oğulları var. Bəli, o mübariz ki, tək başına 167 erməni qanına qəlsan elədi. Bəli, erməni çox sarsıldı. Sarsılacaq da inşallah. Allah Teala Azərbaycanın başının üzərindədir. İnşallah gün o günün gələcək ki, Azərbaycan xalqı şəhidlərimizin ziyarətgahını ürək açıqlığı ilə, baş yüksək ucalığı ilə ziyarət eləyəcək və onlara deyəcək. Siz olmasaydınız, bugünkü Azərbaycan olmazdı, yaşamazdı, mövcud olmazdı. Tarixdə öz sözünü deyən Azərbaycan, mən hesab edirəm ki, gələcəkdə də öz gid oğul və qızlarının hesabını sözlərini deyəcəklər. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Analar göylər ağlar, ürəyi yanar ağlar, dönər ağlar içinə, yollara qonar ağlar. Əzim bala dağı, bürüyüb lala dağı, səmi yaratan ağlar, sağalmaz bala dağı. Söhbətlərimizin kim yabiyanlı müəllimimiz, Adil müəllimimiz. Hörmətli müəllimlər, hörmətli şagirdlər, bugün müqəddəs bir günün ziyarətinə yığışmışıq. Bugün Azərbaycanın tarixində həqiqətən şərəfli, müqəddəs bir gündür. Azərbaycan evladlarının fəxr eləməli olduğu bir gündür. Müəllim yoldaşlar, müəllimlərimiz bu barədə ətraflı məlumat verdilər. Mən də deyirəm ki, Allah şəhidlərimizə rəhmət eləsin. Allah onların uğrunda canlarından keçdikləri işi sona kimi Azərbaycan xalqının qələbəsi ilə başa çatdırsın. Allah şəhidlərin valideynlərinə səbir versin və bizim şəhidlər and yerimizdir, biz onlarla həmişə fəxr edirik. Siz məktəblilər öz təhsilinizlə, layiqli vətən evladı olmağınızla şəhidlərimizin ruhuna hörmətinizi həmişə bildirməlisiniz. Allah rəhmət eləsin. Allah Azərbaycan xalqının bütün işlərini avan eləsin, o gün olsun. Qarabağ döyüşlərində qələbə ilə, Qarabağ torpaqlarının geri qaytarılması ilə, Azərbaycan xalqının qələbəsi ilə şəhidlərimizin ruhu yenə də şad olsun. Çox sağ olun. Əzdim bilə-bilə, yaranı bilə-bilə, yolunu gözləyirəm, ölümün bilə-bilə. Əzdim vətən səni, unutmaz vətən səni, öldüm vətən yolunda, ağlayır vətən səni. Şəhidlər şərəfli, qeyrətli, uzaqlıq zirvəsidir. Şəhidlər azadlığın o şimşək zərrəsidir. Şəhidlər tarixləşən
İstiqlal türbəsidir. Şəhidlər şimşək kimi buludlar saxlamazlar. Şəhidlər ölməzdir, ölməz ağlamaz. Şəhidlər vətəndaşı, yurdun vətəndaşı. Şəhidlər azadlığın uca heykəl daşıdır. Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır. Şəhidlər unudulmaz, ölməz, can da ağlamazlar. Şəhidlər ölməzdir, ölməz ağlamaz. Şəhidlər doğulduğu gün əbədiyyət başlayır. Şəhidlər imamlar təsvirətlərdə yaşayır. Şəhidlər karvanın zaman özü daşıyır. Şəhidlər cənnət əhli matəm yaz saxlamazlar. Şəhidlər ölməzdir, ölməz ağlamaz. Şəhidlər xiyabanın müqəddəs birimizdir. Şəhidlər xiyabanın ziyarət yerimizdir. Şəhidlər qürur rəmzi, özümüzə dərsimizdir. Şəhidlər qeyrət qanı axıtmasa sağlamazlar. Şəhidlər ölməzdir, ölməz ağlamaz. Şəhidlər ana yurdu tutdular candan baha. Şəhidlər yol açdı qaranlıqdan sabaha. Şəhidlər ölməzliklə gedir üzü Allaha. Şəhidlər gedən yolu tufanlar bağlamaz. Şəhidlər ölməzdir, ölməz ağlamaz. Söz məktəb şagirdlərinə verir. 6-5 şagirdlər. Əymədi düşmənə məğrur başını, azadlıq yolunda verdi canını. Canından keçdilər azadlıq üçün, azadlıq qəsrini tikdi şəhidlər. Vətəni özünə müqəddəs bilib, o yanvar gecəsi millət dirilib. Bizim üçün ən əziz vətəndir deyib, vətəni ən üstün bildi şəhidlər. O gecə Bakıda necə qiyamət, necə insafsızlıq, necə də dəhşət. O gecə Bakıda əzab əziyyət qalib şəhidlər. 20 yanvarda o qanlı gündə əsarət ipini qırdı şəhidlər. Şeyli duruşla qalxıb ayağa, milləti izzətlə vurdu şəhidlər. Şəhidlik əbədi bir həyat demək, şəhidlik əbədi səadət demək. Şəhidlik biatdır, ibadət demək, sərsən ibadətə vurdu şəhidlər. Onlar diridirlər Quran ayəsi, şəhidin qanıdır ölük mayəsi. Şəhidlik məqsədi, aman qayəsi, qırıqda canını verdi şəhidlər. Əsrlərdən bəri o qanlı bayraq, hay salır, hay qırıq dalğalaraq. Haqsızın yolunu haqlalaraq, haqqın qalasını tikdi şəhidlər. Zamanın sahibi gələydi ey kaş, bizləri mükəri bilirdi ey kaş. Yolunda canımız öləydi ey kaş, necə Kərbəlada öldü şəhidlər. Qorxmadılar, canlarından keçdilər, çətin vəziyyətdə qaldı şəhidlər. Vətən üçün onlar çoxan bitdilər, böyük qələbələr çaldı şəhidlər. Günahsız insanlar hədsiz qırıldı, ölkəmizə ağır zərbə vuruldu. Körpələrin bağrı tamam yarıldı, nahaqdan gül kimi soldu şəhidlər. Bakıda ən ağır qırğınlar oldu, vəhşi düşmənlər şəhərə doldu. Tək-tək atılan güllər tutuldu, ölməzlik adını aldı şəhidlər. Vətəni qorumağa tezcə gəldilər. Yaralar onların bağrını dərdilər, xalqın köməyinə gəldi şəhidlər. Çox yağlar Bakımıza axdılar, meydanlara, küçələrə çıxdılar. Ölümün gözünə çox dik baxdılar, dərin fikirlərə daldı şəhidlər. Əziz Azərbaycan, ey böyük ana, göz əzəri bulardılar əvrana. Yadırlar, bizdilər, çoxundan buna, igidliyə kötü yoldu şəhidlər. Xalqımız unutmur qəhrəmanların, onlar qoyub el yolunda canların. O qorxulu gülər barananların, acısını gördü, bildi şəhidlər. Düşmən yara vurdu Azərbaycana, bu çox təsir etdi hər bir insana. Onlar şikayətmiş qızıl ağzana, əbədi yuxuya daldı şəhidlər. Həyatımda ilk dəfə bu qədər qan görürdüm, qızıl qana qələnmiş, sökülən qan görürdüm. Qan içində çalxanan Azərbaycan görürdüm, yerdən göydən dənizdən axırdı şəhid qanı. Həyatımda ilk dəfə bu qədər gül görürdüm, hər günün arxasında sınan könül görürdüm. Bütün Azərbaycanı məlum müşür görürdüm.
bütün. Dünyanı yandırırdı, yakırdı şəhid qanı. Alçaqların başında qiyamətlər qoparan, vətənin dərdində dəvəş kimi qabaran, zaman bu xalqı haqqa doğru aparan. Yoldur, izdir, naxışdır, zığırdı şəhid qanı. Əzizinəm yaz kimi, yaz qara libas kimi, qoymaram qiyamətə, qalar qisas kimi. Bir çox insan həlak oldu, küçələr qanla doldu, xeyli əskər şəhid oldu, qanlayanlar gecəsində, körpə uşaqların ağlayan səsi, dağıttılar öyrədə bütün şəhəri. İtirdik öyrədə bütün şəhəri, qanlayanlar gecəsində. Təslim olmaq istəmədik, gücümüzlə döyüşdük. Xeyli insan itirdik, qanlı yanlar gecəsində. İntiqam yerdə qalmazdı, laləgilis olmazdı. Şəhidlərin qorxmazlığı qanlı yanlar gecəsində. Dünyaya səs saldı yerdə, bu necə rəşilikdir belə. Şəhəri dağıttılar necə qanlı yanlar gecəsində. Şəhidlər bu torpağa haqqa səcdə qıldılar, haqsızlığın üstündə haqqa körpü saldılar, vətəni sevmək üstə günahkar sayıldılar, vətəni sevməkliyə günah olmuş ay Allah. Özüm qaldım çıraqsız, min çırağa yağ ikən, təpələrə əl attım, özüm ucaqaq ikən, əlacım öz-özümdən, köməyim ummaq ikən, neçin bizə özgəsi fəna olmuş ay Allah. Ona ümid mənə zor, amma demir ki vaad, əl-ayaq zəncirdədir, başqa pazlı sinə dağ. 170 il bu saziq, bu birlik, bu ittifaq, neçin bir tərəfsiz təlasız nikah olmuş ay Allah. Səliyə mühtaç ikən, mən özgəyə səliyəm, min gülləyə tuş olan, bir ceyranam əliyəm. Özgə nə əmir eyləsən, mən böyün əməliyəm, neçin bizə özgədir, Allah olmuş ay Allah. Bu gün qula dönmüşəm, dünən mən bir şah ikən, yoxmuş məni bir doğan, yoxmuş məni bir əkən. Bu torpağa düşmüşəm, haradansa məncinəm, min illik tarixim unudulmuş ay Allah. Şəhid olsam dost elində, mənə məzar qazılsın da, qazandığım yerin adı xaqanıma yazılsın da, bayrağıma xain baxan, xain gözəlindən çıkanam, vurulursam kölgəsində, halal olsun ona qanım. Allah canlarından keçsələr belə, başını əymədi məğrur düşmənə, onlar qorxmayıb düşmən üstünə, xalqını uzatdı gitməsinə. Söz 5-ci siniflərə verilir. Bu torba mənimdir deyib, üstündə qarla gəzdi şəhidlər. Əyninə qalından bir köynək deyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin qara, baxmayıb soyuğa, qorana qara. Cavab vermək üçün o azğınlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzu göylərə yerə sırmayan, aradı sırmayan, kürə sırmayan. Sınavına dastanan şehre sığmayan en ali müqəddəs söz şəhidlər. Halkımıza arzumuz budur ki, bütün bu qandalar son qoyulsun. Analarımız, övlad balalarımız valideyn həsrəti ilə yaşamasınlar. Allah şəhidlərimizə rəhmət eləsin. Son söz məktəbimizin direktoru Vaqif müəllimə verir. Əziz tədbir iştirakçıları, indi bu tədbirin sonuna olaraq siz ətiniz olacaq. Ona görə ki, o vətən yolunda canını verən vətən torpağına, vətən uğrunda şəhid olan şəhidlər sırasında bizim də şəhidlərimiz var. Yəni bizim də məktəbin məzunlarından şəhid olanlarımız var. Və bilirsiniz ki, həmin şəhidlərdən biri məktəbimizin adı verilən Sabir Gülmaliyevdi. Yəni onun və eyni zamanda ondan başqa Cəfərin, yəni o da məzun olacaq. Kərim Hocalar,
O da məktəbin məzunudur. Bunlar hər iki vətən yolunda, yəni ki, bugünkü azadlığımız uğrunda öz canlarını verənlərdəndir. İndi tədbirin sonunda onların qəbirsiz ziyarətimiz olacaq. Orada da yəni Quran ayələrindən oxunacaq və onların ruhunu bir daha yad edəcək. Allah şəhidlərimizə rəhmət edin. Allah rəhmət edin. Haqqı